Təsəvvür edin ki, mükəmməl bir database dizayn etmişsiniz, hər şeyi düzgün qurduğunuzu düşünürsünüz, amma tətbiqi işə salanda sistem dözülməz dərəcədə yavaş işləyir. Tanış gəlir, elə deyilmi? Bu gün biz tam olaraq bu problemi kökündən həll edəcək bir mənbə təhlilini nəzərdən keçirəcəyik. Əsas məqsədimiz çox aydındır. Engine-in indekslərdən istifadə etməsinə tam əmin olmaq üçün Sargable querylər yazmağı öyrənmək. Yəni, verilənlər bazanızla onun öz dilində danışacaq. Baxın, bu yəqin ki, developerlərin və database administratorlarının həyatındakı ən böyük, ən əsəb bozucu məqamlardan biridir. Bütün o ağır işləri görürsünüz, lazımlı sütunları analiz edib indeks yaradırsınız. Amma query-ni işə salıb execution plana baxanda nə görürsünüz? Database sizin o əziyyətlə qurduğunuz indeksi tamamilə kənara atır və full table scan edərək milyonlarla sətri bir-bir oxumağa başlayır. Bəs yaxşı, niyə axı belə olur? Bu sirri açmaq üçün bugünkü izahımızda bu 6 əsas mövzunun üzərindən keçəcəyik. İndekslərin niyə nəzərə alınmadığını araşdıracaq, Sargable anlayışının mənasını öyrənəcək, operatorları müqayisə edəcək və sonda kodumuzu necə optimallaşdıracağımızı görəcəyik. Birinci isə indekslər niyə nəzərə alınmır? Gəlin çox sadə bir misal çəkək. Database-i nəhəng bir kitabxana kimi düşünün. Sizin yaratdığınız o indeks var ha? Bax o, kitabxananın girişindəki xüsusi axtarış kataloqudur. O, yalnız məlumatları çox sürətlə tapmaq üçün dizayn edilib. Data page'lər isə kitabların, yəni sətirlərin həqiqətən fiziki olaraq yerləşdiyi o uzun-uzun kitab rəfləridir. İndi təsəvvür edin ki, siz kitabxanaçıya yaxınlaşıb elə bir sual verirsiniz ki, kataloq ümumiyyətlə o suala cavab vermək üçün qurulmayıb. Məsələn, deyirsiniz ki, mənə içində tam olaraq 300 səhifə olan bütün kitabları tap. Kataloqda səhifə sayı yazılmayıb axı. Məcbur qalan kitabxanaçı kataloqu kənara qoyur və əziyyətlə rəf-rəf bütün kitabları vərəqləməyə başlayır. Sizin execution planda gördüyünüz o dəhşətli full table scan tam olaraq budur. Siz database-ə indeksin anlaya bilmədiyi bir sual verirsiniz. İkinci hissə Sargable nə deməkdir? Bəs engine-in həmişə kataloqdan istifadə etməsinə necə zəmanət verə bilərik? Bunun üçün kodunuz mütləq şəkildə searchable olmalıdır. Searchable əslində search argumentable sözlərindən yaranmış bir termindir. Çox sadə dildə desək, bu o deməkdir ki, database engine sizin yazdığınız axtarış şərtlərindən istifadə edərək indeksin içində rahatlıqla hərəkət edə bilir. Yəni sadəcə qəşəng bir indeks yaratmaq işin yalnız yarısıdır. Əgər sizin where, order by və ya group by ifadələriniz searchable deyilsə, fərqi yoxdur. Arxada nə qədər mükəmməl indeks dayanır, o indeks tamamilə, bəli, sözün əsl mənasında tamamilə yararsız olacaq və kənara atılacaq. Üçüncü hissə. Yaxşı və pis operatorlar. Baxın, seçdiyiniz hər bir kiçik operator bütün arxitekturanın taleyini həll edə bilər. Bərabərdir, böyükdür, kiçikdir və ya between kimi operatorlar indeksin ən yaxşı dostlarıdır. Onlar tam Sargable hesab olunur. In və ya or kimi operatorlar texniki olaraq Sargable görünsə də, engine çox vaxt onların kifayət qədər yavaş olduğunu düşünüb, yenə də table scan edə bilər. Ona görə də diqqətli olmalısınız. Ancaq ən böyük fəlakət nədir bilirsinizmi? Axtarışın əvvəlində wildcard istifadə etmək. Like yazıb, dərhal faiz işarəsi qoymaqla siz database-ə bir mənalı şəkildə indeksləri görməzdən gəlməyi əmr edirsiniz. Dördüncü hissə. Gizli funksiya çağırışlarının düzəldilməsi. İndi gəlin real koda baxaq. Gündəlik yazılan sorğularda ən çox edilən xətalardan biri gizli funksiya çağırışlarıdır. Fərz edək ki, soyadı S ilə başlayanları tapmaq istəyirsiniz və where şərtində left funksiyasını birbaşa sütuna tətbiq edirsiniz. Bunu etdiyiniz an engine hər bir sətir üçün bu funksiyanı hesablamağa məcbur olur və indeks dərhal sıradan çıxır. Yaxşı kod necə olmalıdır? Çox sadə. Like operatorunu istifadə edirsiniz və wildcard-ı yalnız axtarış sözünün sonuna qoyursunuz. Bax belə, artıq kodunuz scannable-da. Eyni dərəcədə təhlükəli başqa bir vəziyyət isNull və ya callAce kimi funksiyalardır. Funksiyanı sütunun özünə bağlamaq olmaz. Bunun əvəzinə yanaşmanı dəyişin. Məntiqi elə yenidən yazın ki, birbaşa sahənin özü ilə dəyəri müqayisə edəsiniz və null yoxlamasını təmiz şəkildə kənardan edəsiniz. Unutmayın, əsas məqsədimiz sütunu həmişə təmiz saxlamaqdır. Beşinci hissə, riyazi əməliyyatların sahələrdən filtr çıxarılması. Bilirsinizmi, təkcə mətin funksiyaları yox, riyazi hesablamalar da çox vaxt gözümüzdən qaçan ən böyük performans qatilləridir. Əgər siz əmək haqqı sütununu birbaşa 1.10-a vursanız, indeksiniz anında məhv olur. Bəs hilə nədir? Çox asan. Sadəcə riyaziyyatı bərabərliyin digər tərəfinə, yəni sabit rəqəmin olduğu tərəfə keçirin.
Sütunu tək buraxıb, bölmə əməliyyatını konstant tərəfdə aparanda, engine bu rəqəmi sadəcə bir dəfə hesablayır və birbaşa indeksdə axtarışa çıxır. Bu kiçik yerdəyişmə sözün əsl mənasında saniyələr qazandırır. 6-cı hissə. Sürətli sorğular üçün əsas qaydalar. Beləliklə, bugünkü təhlilimizdən yadda saxlamalı olduğumuz o ən vacib qızıl qaydaları bir daha xatırlayaq. Birincisi, ver şərtində heç vaxt sütunlara funksiya tətbiq etməyin. İkincisi, riyazi hesablamalarınızı birbaşa sahələr üzərində deyil, mütləq sabitlərin üzərində aparın. Və sonuncusu, bəlkə də ən vacibi, axtarışlarınızı heç vaxt, amma heç vaxt başlanğıc wildcard işarəsi ilə başlatmayın. Gözəl və effektiv bir database arxitekturası qurmaq gördüyümüz işin yalnız yarısıdır. İndekslərinizin gerçək gücünü ortaya çıxarmaq üçün onların dilində danışmağa bacarmalısınız. Yalnız və yalnız Sargable querylər yazaraq, o saatlarla davam edən yorucu, sonsuz yüklənmələri göz qırpımı qədər qısa müddətə endirə bilərsiniz. Kodunuzu təmiz tutun, operatorlarınızı düzgün seçin və verilənlər bazanızın necə asanlıqla ildırım sürəti ilə işlədiyini şahid olun.